Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, mövzumuz namazın qəsr qılınmalı olduğu halda bir şəxs bilməsə, səhvən namazını tam qılar. Və dedik ki, burada neçə surət var ki, 5 surət var. O surətin 4-ünü oxumuşduq əvvəlki videolarda. Bugün də 5-ci surəti oxuyaraq ki, görək bu şəxsin namazının hökmü nədir? Dedik, bilərəkdən, qəsdən qılsa batildir, amma səhvən qıldığı surətlərdə hökmü nə olacaq? 4 surəti oxuduq, bugün də inşallah 5-ci surəti oxuyaraq. Bismillah, görək Seyyid nə buyurur? Buyurur ki, ən yəkuna zalik li əcli səhv əsna'əl əməl mə ilmihi bil hökum vəl mövzu feylə. Bir şəxs səfərə gedib, mövzunu da bilir, hökmü də bilir. Həmin halda şəxs hökmü də bilir, mövzunu da bilir. Mövzu nədir, hökm nədir? Ümumiyyətlə, bunu yadda saxlayaq. Mövzu və hökm, bunlar nədir? Mövzu, hökmün şamil olduğu yerdir. Məsələn, deyək ki, mən bir məsafə qət eləyirəm, 50 kilometrlik. Gedirəm, məsələn, bir işin dalınca. Bu yol 50 kilometrdir. Bu yolda namazımın hökmü nədir? Qəsr. Burada mənim məsafə qət eləməyim mövzudur, bu yer, getdiyim o yer. Hökmün nədir? Qəsrdir. Namazımın qəsr olmaqsa hökmdür. Seyyid buyurur ki, şəxs mövzunu da bilir, hökmü də bilir. Bilir ki, hə, mən uzaq yerə gedirəm, namazım qəsr olmalıdır. Amma namazı tam qılır. Səbəb nədir? Ləəzli səhv. Səhv səbəbi ilə, səhv eləyib. Nədə səhv eləyib? Əsna'əl əməl. Əməl əsnasında səhv eləyib. Əməl əsnasında səhv eləyib. Amma belə, hökmü də bilir, mövzunu da bilir. Mə ilmihi bil hökm. Elmi var hökmə. Amma əməl əsnasında, əməli icra edərkən səhv eləyib. Məsələn, durub namaz qılmağa, namazı bilir, hal-hazırda mən qəsr qılmağa, amma 4 rükət qılır. Seyyid buyurur ki, bu surətdə fəfi hadihis surə təcibul iadə. İadə, yəni namazı təzədən qılmaq vacibdir fil vaxt daxilində. Əgər vaxt çıxmamış öyrənsə gərək təzədən qılsın. Fə in ləm yətədəkkər həttə xarəcəl vaxt fəl əhvət vücubən qədauha. Seyyid buyurur ki, vaxt çıxdıqdan sonra bəs hökmü nədir? Seyyid buyurur ki, vaxt çıxdıqdan sonra da ehtiyat vacib budur ki, qəzasını qılsın. Yəni, ehtiyat vacibi əsasən gərək qəzasında sonradan qılsın. Yəni, hökmü də bilir, mövzunu da bilir, durub qəsr qılmağa, amma qəsr qıldığı halda, yəni o əməl əsnasında xəta eləyib, nədir? 4 rükət qılıbdır. Seyyid buyurur ki, vaxt daxilində bilsə təzədən durub qılmalıdır. Vaxt çıxsa, haçansa bilsə, fərqi yoxdur. Bir gün sonra, 3 gün sonra, 1 ay sonra ehtiyat vacibi əsasən onun qəzasını qılmalıdır. Əziz müminlər, bu 5 surət ki oxuduq, bu 5 surətdə namazın səhih olduğu surətləri də bildik, qəza vacib olan, olmayan surətləri də bildik. Batil olan surət də dedik ki, qəsdən, bilərəkdən şəxs qəsr namazını tam qılsa, onun namazı batil olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.